Deməli dostlar, YouTube-da Unize haqqında videolara baxdım, amma belə ürəyimi açan videolar yoxdur açığı. Ona görə də istədim qoy bir dənə video mən çəkeyim. Həm necə zayitkaya taxılır, bax orada bir dənə stansiyamız da var. Necə zayitkaya taxılır, nə qədər 20%-dan, 30%-dan, 40%-dan, məsələn 80%-ə qədər nə qədər vaxta yığır, nə qədər xərcimiz çıxır, sərfiyyatı nə qədərdir, sürüş, sürət falan, bütün hər bir şey haqqında ümumi bir incələmə videosu çəkəcəyik inşallah. Elə isə keçdik videoya. Deməli, ilk öncə istəyirəm Çanqanın bir dənə xarici dizaynına bir dənə fikir verəyim. Mənim fikrimcə, mənim zövqümcə, yəni çox mükəmməl bir dizaynda hazırlanıb avtomobil və akula vidi verir. Elə ki, maşın qıraqdan baxanda elə bilsən ki, akula yoxdur, yəni köpək balığına oxşuyur mənə görə. Dizaynı möhtəşəmdir. Yəni belə deyim də, bu qiymətə 33-35 min civarında bir avtomobildə belə deyim. Yəni bu qiymətə gedib bir çox avtomobil almaq olardı, amma mən istədim ki, yepyeni bir avtomobil alım. Məsələn, Koreyadan Sorento almaq olardı, gətizdirmək olardı, Santa Fe almaq olardı. Burada Amerikanka Çeşka almaq olardı 2016-2017 falan. Amma Amerikankadır, necə bir avtomobildir, sual altındadır. Koreyadan gələn maşındır, probegi çəkilmiş ola bilər, motorunda hər hansı bir problem olmuş ola bilər. Ona görə də düşündüm ki, Salafanın ən yaxşı ilk sahibi, özüm olduğum bir avtomobili sürüm ki, maşının içindən də, çölündən də xəbərim olsun. Və bu arada onu da deyim ki, Allah kimlə maşın sürürsə Allah xeyrini versin. Allah daha yaxşılarını hər birimizə qismət eləsin inşallah. Gəlin, avtomobilin bir dənə ümumi xarici bir görünüşünə fikir verək.